Son illərdə Azərbaycan ilə Çin arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2023-cü ildə Astanada imzalanan birgə bəyannamə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin inkişafında mühüm dönüş nöqtəsi olub. Əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, iqtisadi və humanitar sahələrdə də genişlənir. Ticarət dövriyyəsinin əhəmiyyəti dərəcədə artması, Çin bazarında Azərbaycan məhsullarına marağın yüksəlməsi, eləcə də kəmər və yol təşəbbüsü çərçivəsində birgə layihələrin icrası bu münasibətlərin möhkəmləndiyini göstərir. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ikisahili açıqlamasında bildirdi. Böyük dövlətlərlə tərəfdaşlıq birmənalı şəkildə güc, nüfuz və toplumda mənəvi yetkinlik tələb edir. Əks halda bu əməkdaşlıq müstəqillik və suverenlik üçün ciddi təhdidlər yarada bilər. Prezident İlham Əliyevin şaxələndirilmiş xarici siyasət kursu, ölkəmizin hərbi siyasi qələbələri ilə yaratdığı yeni reallıqda artan nüfuzumuz bizə istənilən güc ilə bərabər hüquqlu tərəfdaşlığa tam imkan verir. O cümlədən də Çin Xalq Respublikası ilə. Çinlə strateji tərəfdaşlıq dövlət başçımızın da ifadə etdiyi kimi böyük nailiyyət və böyük məsuliyyətdir. Çünki təcrübə də göstərir ki, Çin siyasi gücü və iqtisadi şəxsi ilə bir qayda olaraq dominantlığı ələ alaraq təktərəfli ixrac formatı diktə edə bilər. Lakin Prezident İlham Əliyevin vizyonu Cənubi Qafqazda nə əhali, nə ərazi göstəriciləri ilə Çinlə müqayisə olunmayan Azərbaycanı elə bir səviyyə çatdırıb ki, Pekin özü Bakıya bərabər hüquqlu, güvənilir tərəfdaş, Cənab İlham Əliyevə isə hesablaşılan qlobal lider kimi baxır. Təsadüfi deyil ki, son 4 ayda 100 milyonlarla auditoriyası olan 3 böyük Çin mediası Azərbaycan prezidentindən müsahibə alıb. Bəs dünya qütbü olan Çin üçün regionda diktə edə biləcəyi digər subyektlər var ikən, Azərbaycan kimi suveren iradə ilə bərabər hüquqlu əməkdaşlıq niyə maraqlıdır? Azərbaycanı Pekin üçün ilk növbədə Prezident İlham Əliyevin simasında vədinə sadiq liderin mövcudluğu arzu olunan tərəfdaşa çevrilir. Məsələn, heç uzağa getməyək ki, amma 6 ay öncə Çində gördülər ki, bəzi qarb dairələri tərəfindən geniş miqyaslı, əsassız təzyiq kampaniyalarına baxmayaraq Azərbaycan siyasi iradə və peşəkarlıqla COP29-u uğurla realizə edib prosesdən qalib qlobal təşəbbüskar tərəf kimi ayrıldı. Yəni, Pekində əmindilər ki, kənardan heç kəs Azərbaycan liderinin iradəsinə təsir edə, nə də ölkənin müstəqil xarici siyasət kursuna fərqli yön verə bilməz. Yəni, sözümüz imzamızdır. Azərbaycan lideri vədlər vermir. Ortada real fəaliyyət var və son 20 ildə sabit və təhlükəsiz şəraitdə ölkəmizdə həyata keçirilən layihələr Çinə kəmər və yol təşəbbüsü çərçivəsində imkanlar reallaşdırmaq üçün tam yeni perspektivlər açır. Üstəlik, Azərbaycan Çindən yalnız idxalı artırmır. Eyni zamanda dövlət başçımızdan müsahibə alarkən Çinin Sinxua agentliyinin müxbirinin də ifadə elədiyi kimi, Azərbaycan məhsulları minlərlə Çin layihələrinin eyni zamanda evinə daxil olmaqdadır. Yəni biz hər mənada istər iqtisadi əməkdaşlıq, istər beynəlxalq müstəvidə iki ölkənin ümumi maraqlarının müdafiəsi, həmçinin sülh və sabitlik, inkişaf fəaliyyətinin birgə təşviqi baxımından bu strateji tərəfdaşlıqdan qazanırıq və möhtərəm cənab prezidentin Çinə növbəti səfəri hesab edirik ki, münasibətlərimizin tamamilə yeni mərhələyə daşınmasına gətirib çıxaracaq.